Buyurun qardaş, nəsə lazım idi? Qardaş, bu bir dənə şarma zakaz vermişdim. Bunun qiyməti nə qədərdir? Bir şarmanın qiyməti 4 manat 50 qəpik. Bəs ikinci şarmanın qiyməti nə qədərdir? 4545 manat. Ay qardaş, sənin başın xərabdır. Necə 4545 manat edir? Qardaş, nə var ya burada? Sənin riyaziyyat müəllimin kimi olub? Bax, 4 manat 50 qəpik, 4 manat 50 qəpik. Mütənasiblə nöqtələri atırıq 4545 manat. Ay qardaş, sənin başın xərabdır. Bax, bir dənə şarmanı çıxdım. Bircə dənə şarmanın qiymətini hesabla bir dənə denən mənə. Hə, birini çıxsaq 4545 manatdan çıxırıq 4 manat 50 qəpik. Bu da eləyir 4540 manat 50 qəpik. Qardaş, bilsən nə var? Vəbşə heç nə götürmürəm. Bax, bu şarmanı da çıx, ikisini də pulunu çıx hesabla görüm mənim sənin nəsə borcum var. Qardaş, heç nə götürmürsənsə, bax 4540 manat 50 qəpikdən 4 manat 50 qəpik, yəni ikinci şarmanın qiymətini çıxırıq, eləyir 4536 manat sən bizə borclusan. Ay qardaş, nə 4536 manatı? Dəlisən sən? Vəbşə bilsən nə var? Bax, bircə dənə şarmanın qiyməti nə qədər eləyir? Denən mənə. Qardaş, dedim də sən 4 manat 50 qəpik. Bax, dairəyə aldım burada. Ay sağ ol, heç nə götürmə. Lazımdır, heç nə hesab olma. Get.